Uşaqların sevdiyi şirniyyatlar bəzən görünməyən təhlükəyə çevrilir. Rəngli qablaşdırma, şirin dad və tez əldə olunan enerji uşaqlarda şəkərə qarşı güclü istək yaradır. Psixoloq İlahi Aslanova bildirir ki, uşaqlar şirniyyat qəbul etdikdə xoşbəxtlik hormonu ifraz olunur və bu da onların əhval-ruhiyyəsinə yaxşı təsir edir. Dopaminin ifrazı zamanı isə uşaqda yaranan anlıq rahatlama beynin bunu təkrar-təkrar tələb eləməsini gətirib çıxarır. Lakin biz bilməliyik ki, bəzən şirniyyat istəyi yalnızca acılıqdan dolayı deyil, emosiyadan dolayı da olur. Uşaq üzgün olduğu zaman və ya sakitləşmək üçün belə şirniyyat tüketimini edə bilir. Valideynlər bu zaman əsasən şirniyyatı mükafatlandırıcı və sakitləşdirici kimi istifadə edirlər. Yeməyini ye, şirniyyatını verəcəm və ya ağlama, sakit ol, şokolad yeyəcəksən kimi ifadələrlə şirniyyatı uşaqların beynində daha çox möhkəmləndirirlər. Necə uşaqları mühafizə etmək olar? Əslində valideynlər daha çox qadağa dili ilə danışmamalıdırlar. İlham Əkəliyeva, Ramil İbrahimov, Xəbər Ertəsi.